Gününüz, ayınız sağlam olsun. Karega brendinin sponsorluğu ilə Sağlam Gün Ay canlı qarşınızda. Hər kəsi salamlayıram. Uğurlu gün arzuluyuram. Cüməniz mübarək. İnşallah günün bundan sonraki hissəsi də hər kəs üçün xeyirli, uğurlu, ən əsası sağlıqlı keçər. Bugün də sağlamlığımız uğrunda daha bir addım atacağıq və komandamıza daha bir yeni bir həkimimiz qoşuldu. Mən çox səbirsizlənirəm onu sizə təqdim etməkdən ötürü. Düzdür, onu çox görmüsünüz. Müxtəlif televiziya proqramlarından və onun nailiyyətləri çox böyükdür. Birazdan açıqlayacağım hamısını. Uşaq ginekologu, cərrah, mama ginekoloq Xəyalə İsmailova bizlə bərabərdir. Xoş gəlmişsiniz, doktor. Xoş gördük. Çox təşəkkür edirəm dəvətiniz üçün. Mən təşəkkür edirəm bu qədər gərgin qrafikin içində bizə də vaxt ayırdığınız üçün və onu qeyd etməliyəm ki, dəyərli Xəyalə xanım Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradıcısıdır və elə il ərzində mən bayaq ona sual verdim ki, nə qədər uşaq qəbul etmişsiniz? Belə bir rəqəm söylədi bizim Xəyalə xanım. Bəli, il ərzində 500-dən artıq, yəni belə deyək, qız uşaqlarını qəbul edirik və mütəmadi olaraq, yəni məqsədimiz bunu aşılamaq, yəni qız analarına vaxtında müraciətləri üçün ki, yəni qız uşaqlarında rastlanan ginekoloji problemlərin vaxtında qarşısını ala bilək. Və bugün danışacağımız mövzu da elə birbaşa uşaq ginekologiyası ilə bağlı olacaq. Ona görə əziz valideynlər, əziz analar, atalar ekrana daha yaxın əyləşin. Çünki hər bir valideyn fərqi yoxdur. Ya ana, yaxud da ata istəyir ki, övladı sağlam olsun. Yenə deyirəm, fərq etməz ki, qız övladı yaxud oğlan övladı, amma bugün daha çox qız övladlarından danışacağıq. Uşaq ginekologiyası barəsində biliklərimizi artırmış olacağıq və mən bilirəm, bizi izləyən tamaşaçılar arasında bununla bağlı qaynar xəttimizə çox suallar yazılırdı və mən çox araşdırdım, aradım və elə axtaranda ilk ad məhz Xəyalə xanım çıxdı və bilirəm ki, elə Azərbaycanda ilklərdən biridir. Hətta barmaqla sayılacaq qədər uşaq ginekologu var, hansı ki onlardan elə birincisi də bizim dəyərli Xəyalə xanımdır. Qaynar xəttimiz ekranlarınızda 055-254-0106 interaktiv şəklində suallarınızı göndərə bilərsiniz. Xəyalə xanım bütün suallarınızı elə canlı yayımdaca cavablayacaq və hal-hazırda elə sizin gözlərinizin qarşısında TikTok üzərindən olan canlı yayımımızı da aktivləşdirdim. İnteraktiv olaraq oradan da suallarınızı göndərə bilərsiniz. Yox, əgər doktorun qəbuluna getmək istəyirsinizsə, o zaman əlaqə nömrələri ekranlarda 055-766-3330 və biz söylədik ki, Xəyalə xanım Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradıcısıdır. Deyəcəksiniz ki, bu mərkəz hardadır? Mediland Hospitalda yerləşir bu mərkəz və bir ilk oldu. Necə oldu, necə bir fikrə düşdünüz ki, məhz bu mərkəzi yaratdınız və mən bilirəm ki, bu mərkəz artıq uzun illərdir ki, fəaliyyət göstərir. İndi ola bilər, bizi izləyən tamaşaçılar arasında bunu bilməyənlər var, məlumatlı olmayanlar var. Bu barədə bir qısa olaraq giriş edərdik, daha sonra mövzumuza keçid edək. Əslində bu problemin olduğunu, yəni bu mərkəzin əvvəldən olmaması, yəni qız uşaqlarında problemin olmaması demək deyildi. Yəni bu qədər sonsuzluqdan, yəni qadınlarımız əziyyət çəkir, bu qədər yəni digər ginekoloji xəstəliklərimiz, onkoloji xəstəliklər, yəni saysız şəkildə var. Yəni bu mərkəzi yaratmaqdan məqsədimiz məhz bu xəstəliklərin qarşısını almaq üçün vaxtında tədbirini görüb bu problemlərlə sonrakı illərdə üzləşməmək üçündür. Yəni məsələn desəz onkoloji xəstəliklər necə? Məsələn adətən qəbul eləmirlər ki, qız uşaqlarında da mı olur? Hətta ginekoloji, onkoloji xəstəliklər, süd vəzi xərçəngi olsun. Mən məsələn son belə deyim, çıxışımda da konferansda, yəni bu haqda çıxışım oldu ki, qız uşaqlarında ginekoloji, onkoloji xəstəliklər yəni kifayət qədər sayda var və biz bunu gözləməli deyilik ki, məsələn, belə bir yanaşma var, qızlar nəsə bir problemi varsa ailə quracaq, sonra düzələcək deyə. Zaten ailə qurandan sonra bəzi xəstəliklər də belə deyək ki, əklənir. Yəni burada infeksiya da ola bilər, ekstragenital digər xəstəliklər də ola bilər. Biz vaxtında hər hansı bir problemi aşkar ediriksə, yəni burada məqsədimiz gələcəkdə bir sıra xəstəliklərin qarşısını almaqdır. Yəni xəstəlik heç vaxt bir günə yaranmır. Tutaq ki, xanım ailə qurur, 24-25 yaşında bizə müraciət eləyirlər sonsuzluq problemi ilə. Bu sonsuzluq problemi birdən mi yaranıb? Yəni bunun bir mənbəyi var. 16-17 yaşlardan biz anamnez topladığımız zaman aşkar olunur ki, məsələn, valideynləri, qızlar özləri deyir ki, mən 15-16 yaşlardan belə normal bir adət görmürdüm.
Bu nə deməkdir? Yəni normal adət görmürsə, xanım gəlir müəyyən bir 25 yaşa qədər ailə qurur və indi hamilə qalmamasına yəni təəccüblənmək lazım deyil. Təbii. Yəni qadının reproduktiv sisteminin bir əlaməti, yəni adətinin düzənli, normal olmasıdır. Hətta düzənli, normal olduqda belə, məsələn, anovulator siklları ola bilər ki, heç bir əlamət vermir. Biz bunu yalnız müayinədə görürük. Bəli. Yəni onlar belə əlamət verməyə bilər. Yəni səssiz, heç bir əlamət göstərməyən bir diaqnozdur. Müayinə əsnasında Müayinə müəyyən əsnasında. olur, görülür. Ona görə həmişə deyirik ki, vacib deyil ki, hansısa bir problem olsun deyə qız uşaqlarını rutin olaraq 14-15 yaşlarda bir müayinədən keçirmək lazımdır. Xəyalə xanım, inanın bu proqram başlayandan tamaşaçılar Allah şahidi və elə komandamızın üzvləri də demək olar mən hər gün bu sözü söyləyirəm. Gənc qızlarımızın analarına buradan səslənirəm ki, ay qonşu nə deyər, ay qohum nə deyər, qız uşağı nədir, ginekoloqa apardı nədir və müəyyən bir yaşa çatanda doktorumuz artıq qeyd elədi, təkrarlamaq istəmirəm. Ailə həyatı qurandan sonra başlayır problemlər və qız başlayır anasını günahlandırmağa ki, bəs mən axı vaxtında bunu bilsəydim, buna bir çarə olardı və biz dəfələrlə elə nümunələr eşidirik ki, bəzən görürsən ki, qız ailə qurur, yəni o təhsil alır, artıq ailə həyatı qurmaq vaxtı çatır, ailə həyatı qurur, çox xoşbəxt bir ailə və məlum olur ki, həmin bu qızın ümumiyyətlə qadınlıq orqanları yerində deyil. Yəni bu nümunələr saysız hesabsızdır. Amma vaxtında bundan xəbərdar olsaydılar, təbii ki, əvvəlcədən hər hansı bir işlər görülərdi, önləmlər edilərdi. Məsələn, elə olur ki, anomaliyalar olur. Bəli. Məsələn, anadan gəlmə deyə bilərsiniz, burada nə edə bilirik? Müəyyən bir problemlər var ki, müəyyən sindromlar var ki, uşaqlığın olmaması, daxili, yəni cinsiyyət vəzlərinin olmaması. Bu zaman nə edə bilirik? Ümumiyyətlə, uşaqlıq yolu yoxdur. Yəni, bunların ailə qurması belə, yəni cinsəlliyi münasibəti belə ola bilməz. Bu zaman vaginanın bərpası cərrahi üsulla yəni oluna bilir. Plastikalar aparılır ki, ən azından ailəlik yəni ola bilsin, yalnız ana ola bilmir. Bu ən ağır formasını mən dedim. Yəni qızlar var ki, məsələn, illərlə tüklənmə problemi var. Lazer aparılır uşaqlar. Bu uşaqların, yəni bu cür tüklənmənin olması kişi tipli tüklənmə deyirik. Hələ yəni lazer bunun folikul dibinə, yəni tük folikullarına təsir eləyir. Amma endogen səbəbi götürmür. Bəli, səbəb orta, endogen diaqnoz ortada qalır. Bu dəqiqə bugünkü gündə məsələn fast foodların yeyilməsi, bu qədər məsələn qidalanmamız, bu qədər kompüterlərlə, telefonlarla, yəni belə deyim, mütəmadi olaraq ki, kontakt, yəni bizim hormonal disbalansımızı pozur və hal-hazırda qız uşaqlarında rastlanan hiperandrogeniya çox yüksək pik həddədir. Yəni hiperandrogeniyanın olması da bu cür kişi tipli tüklənməyə gətirir. Bu da tək tüklənmə deyil, yəni burada polikistik yumurtalıq sindromu yaranır, üzdə civzələrin olması, dəridə yağlılıq, saçların tez yağlanması, yəni bu əlamətlərin hamısı bizim üçün bir siqnal olmalıdır, yəni. Yəni, ona görə vaxtında qız övladlarımızı mütləq uşaq ginekoloqunun müayinəsini aparmalıyıq. Bir profilaksik olaraq bir müayinə aparacağıq və dəyərli doktorumuz artıq uzun illərdir ki, bu sahədədir. Bayaq il ərzində söylədi ki, neçə qız uşağını müayinə edir. Bundan başqa təkcə uşaq ginekoloqu deyil, həmçinin cərrah mama ginekoloqdur. Bir çox çətin əməliyyatları da icra edir. Həmçinin, bax, elə onun haqqında qeyd eləyə bilərəm. Təhsil və ixtisaslaşması haqqında 2004-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini fərqləndirmə ilə bitirib. 2004-2005-ci illərdə cərrah ixtisası üzrə internatura keçib. 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində mamalıq və ginekologiya üzrə klinik ordinatura keçib. 2017-ci ildə Rusiyada uşaq ginekologiyası, 2020-ci ildə isə lazer ginekologiyası üzrə ixtisaslaşıb. Peşəkar fəaliyyətə 2005-ci ildən etibarən müxtəlif klinikalarda mama ginekoloq kimi başlayıb. Hal-hazırda isə Medilant Hospitalda uşaq ginekologiyası mərkəzində fəaliyyət göstərir, hansı ki, bu mərkəzin də yaradıcısıdır. Hal-hazırda yazan valideynlər var, Xəyalə xanımla əlaqə yaratmaq istəyən valideynlər var və artıq suallar da gəlir. Baxın, həm bizim TikTok üzərindən canlı yayımıza yazanlar var, hətta 3 yaşında belə qızının problemini yazan valideynlər var. Yəni bu yaşda da yeni doğulmuşdan 18 yaşa qədər yəni rastlanan çox xəstəliklərimiz var. Məsələn, 3 yaşda daha çox
vulvovaginitli xəstələr, bugün belə qəbulumda, yəni vulvovaginitli xəstə müraciət edib. Sinek yalı, nədir bu, vulvovaginit doktor? nədir? Yəni uşaqlarda cinsiyyət üzvündən yaşılımtıl rəngdə, hətta deyərdim ki, eynən elə yazır ki, ləkələnir, alt paltarı ləkələnir, əlamətlər olaraq. Bəli, olmamalıdır. Desək ki, burada səbəb nədir? Bir çox səbəbləri var. Bu haqda çox, yəni belə deyək, elmi işlər var, yəni araşdırılıb, yəni axtarılıb. Daha çox, belə deyim ki, törədici olaraq daha çox bağırsaq çöpləri olur. Bu, gigiyenik qaydalara düzgün əməl olunmayanda, yuyulma qaydası düzgün olmayanda süni şəkildə, belə deyim, valideynlərin süni şəkildə yaratdığı bir infeksiyadır. Amma doktor, bu müalicə olunmalıdır. Çünki bədənində qalıb, daha sonra fəsadlara gətirib çıxara bilər. Zaten qız uşaqlarında həmən müalicəyə keçmirik, müayinə edib, mütləq əkilmə analizləri edirik. Çünki qız uşaqlarında bunu, bu müalicəni eləyim, kömək eləməsə ona keçim olmamalıdır. Yəni, uşaqlara əlavə dərman çox təyin olunmaması üçün medikamentoz müalicənin də bir, belə deyək, limiti var. Ona görə mütləq ki, vulvadan əkilmə və yaxma analizləri edirik. Onun nəticəsinə görə isə spesifik, yəni törədiciyə görə spesifik müalicə aparılır. Bax, o 3 yaşında qızımızın, balamızın anasına mən buradan səslənirəm. Doktorla əlaqə yaratmaq istəyirdi. Ekranlardadır hal-hazırda, amma TikTokdan bizi izləyənlər üçün də qeyd eləyirəm. İndi əməkdaşımız da artıq qeyd eləyir nömrəni. 055 766 33 30 qız övladlarınızı, 18 yaşına kimi olan qız övladlarınızı bir həkimin müayinəsinə aparın. Vacib deyil ki, bu dəqiqə ailə həyatı quracaq. Təbii ki, qızlarımız ailə təhsili almalıdırlar, karyeralarını qurmalıdırlar. Müəyyən bir yaşdan sonra ailə quracaqlar. Amma buna bir hazırlıq dönəmi də lazımdır ki, ailə həyatı qurandan sonra problemlər üst-üstə yığılmasın. Məsələn, bu əlamətin özü ilə ağırlaşmış vəziyyətdə deyə bilərsiniz nə ola bilər? Məsələn, qız uşaqlarında yaşılımtıl, sarımtıl, yəni irinli axıntı olur. Bunu vaxtında müalicə eləmiriksə, infeksiya qalxan yolla uşaqlıq və borulara qədər yayılmış olur. Bu nədir? Sonra da, yəni belə deyək ki, bu boruların, yumurtalıqların iltihabına gətirir. Məsələn, mən təcrübədə olduğum müddətdə Rusiyada belə bir ağırlaşmış, yəni xəstə üzərindən deyə bilərəm ki, bizim özümüzdə mənə müraciət edən xəstələrdə mən onu vaxtında, yəni müalicəsini edirəm ağırlaşmasın. Amma məsələn, təcrübədə olduğum dönəmdə görmüşəm ki, çox ağırlaşmış vəziyyətdə artıq kəskin qarınla yəni müraciət ediblər. Yəni sanki apendisit ağrısı kimi, yəni gətiriblər ki, düşünüblər. Hətta belə deyim ki, bu zaman müayinə zamanı diferensiasiya etməyə çalışdılar və qarın boşluğu açıldığı zaman irinləmiş borular və orada məcbur şəkildə, yəni bu borular xarici olunmuşdu. Yəni uşaq ikən, yəni borularını itirmişdi qız uşağı. Yəni bu nə üçün belə olub? Bu vaxtında olunsa bir həftəlik müalicə ilə belə bu problemi aradan qaldırmaq mümkün olardı. Yəni hamısı gecikmiş vəziyyətdə müraciət etməkdəndir. Bax, hal-hazırda qaynar xəttimizə müxtəlif yaş qrupunda olan qızların valideynləri yazır. TikTok üzərindən də yazanlar var və polikistik yumurtalıq sindromunu yaşayan qız övladlarımız var. Bu qız uşaqlarında necə baş verir? Hansı simptomlarla özünü göstərir? İndi valideynlər daha çox sual yazırlar. Genital tərəfdən belə deyim ki, anaları daha çox burada narahat edən menstrual gecikmələrdir. Yəni adət görmür belə qızlar 3 ay, 5 ay, 6 aya qədər. Amma bunun digər əlamətləri də var ki, heç bir gecikmə olmasa belə, yəni bu problemin yarandığı günlərdə, yəni ilk dönəmlərdə bu qızlarda dediyim kimi kişi tipli tüklənmə olur. Çənə nahiyəsində, süd vəzigili ətrafında, məsələn, qarında, göbəklə qasıq arasında, hansı ki bu nahiyədə, yəni kişi tipli biz tük olmamalıdır. Bu artıq onu göstərir ki, hiperandrogeniya var. Hansı səbəbdəndir, yəni yumurtalıq mənşəlidirmi, böyrəkçi vəz mənşəlidirmi? Əlbəttə, bunu artıq biz müayinə edib, detal müayinə aparıb, yəni probaları qoyub, ondan sonra dəqiq olaraq deyə bilirik ki, hansı yumurtalıq mənşəlidirmi, ya böyrəkçi vəz mənşəlidirmi və müalicəmizi də ona görə seçim edirik. Sonra digər əlamət bizdə civzələrin olması, saçda yağlılığın olması, yəni bunlar artıq birbaşa polikistik yumurtalıq sindromunun əlamətləridir. Bu zaman anovulator sıxıllar olur. Anovulator siklin olması da nədir? Yəni bu zaman qızlarda ay ərzində bilirik ki, bir belə deyim ki, müəyyən bir fazada folikulların partlaması dönəmidir. Burada ovulyasiya gedir. Amma bu qızlarda, yəni bu problemi yaşayan qızlarda ovulyasiya getmir. Ovulyasiya getmirsə, əlbəttə ki, bu qızlar gələcəkdə, yəni spermatozoidlə yumurta hüceyrənin görüşməsi mümkün deyil. Yəni biz bu zaman stimulə edirik, folikulların partlaması üçün müəyyən vasitələr istifadə edirik. Amma gecikmiş mərhələdə, yumurtalıq qabı qalınlaşmış mərhələdə artıq bu mümkün olmur və məcburən biz drilling əməliyyatına keçirik, yəni bir sıra vasitələr falan. Yəni erkən dönəmdə isə 18 yaşa qədər biz bu əlamətləri hiss eləmişiksə,
biz müalicə edib bu xəstənin vaxtında tədbirini görürük. Məsələn, mənim öz qızlarımdan var ki, müalicə etdiyim, neçə il öncədən qəbul etdiyim bu problemlə rastlaşmışıq. Müalicələrini etmişəm və bu bir günlük, bir həftəlik olmur. Mütəmadi ildə bir dəfə olaraq müayinə edirik və bu qızlarımız artıq ailə qurub bizə yəni hamilə müraciət edir. Nə gözəl. Yəni bunların da hamiləliyin yəni axıra çatdırırıq. Allahın köməkliyi ilə yəni bu o deməkdir ki, öncədən hamiləlik də planlanmalıdır. Yəni qızlar ailə qurmazdan öncə mütləq planlanıb uzun illər öncə özdə. Bəli, anemiyası varsa aradan qaldırılmalıdır. Anemiyalı məsələn ananın dünyaya gətirdiyi övladda da problemlər yaşanacaq, hipoksik əlamətlər olacaq. Məsələn, qızlar ailə qurmazdan öncə ən böyük, belə deyim, mən indi növbəti verilişlərimizdə daha bu haqda detal, daha geniş məlumat verəcəm. Amma bugün bir qısa-qısa istəyərdim ki, yəni xəstəliklər haqqında deyim ki, nə ilə daha çox rastlaşırıq. Məsələn, qızlarımız ailə qurmazdan öncə mütləq HPV-yə görə peyvənd olunmalıdırlar. Papilomavirus bugünkü gündə uşaqlıq boynu xərçəngini yaradan, yəni 99% deyərdim ki, səbəbkardır. Və bizdə niyə görə bu qədər uşaqlıq boynu xərçəngindən ildə bu qədər, yəni biz qadınların həyatına belə deyim ki, öz həyatını itirirlər. Nə üçün? Çünki əgər vaxtında ailə qurmazdan öncə, məsələn, əvvəllər olmayıb, indi bu şərait var bizim respublikada, peyvəndlər var, peyvənd etdirə bilirik. Ailə qurmazdan öncə etməliyik ki, yəni əgər partnyorunda, həyat yoldaşında bu virusun onkolojik tipləri varsa belə, cinsi münasibətdə keçmir. Kişilərdə deyə bilərsiniz problem yaradırmı? Kişilərdə də yarada bilir, amma faiz oranı ilə çox aşağıdır. Bəli, faiz çox aşağıdır. Məsələn, amma xanımlarda çox rast gəlinir. Çox rastlanır. Bəs bu hansı yaş qrupunda vurulmalıdır bu peyvəndlər, doktor? Əslində icazə, biz yəni 9-10 yaşdan belə icazəsi var vurulmasının, amma bizdə cinsəl münasibət, mən keçən dəfə konferansda da bu haqda dedim öz ginekoloq həkimlərimizə. Yəni, məsələn, bizdə cinsəl münasibət daha, belə deyim ki, daha gec başladığı üçün biz yəni qızları cinsi münasibətdən öncə, yəni ailə qurmazdan öncə 16-17 yaşlardan artıq rahatlıqla peyvəndi edirik. Məsələn, Amerikada, Rusiyada bunu gözləmirlər o yaşı. Onlarda cinsəllik daha erkən başlayır və məsələn, Amerikada oğlanları da yəni vaxtında peyvənd edirlər. Zaten bu problemin yaranma yolu yəni kişilərdən və belə qadınlara yoluxması ilə baş verir və vaxtında peyvəndin olunması bizi bu onkoloji tiplərdən qoruyur və onkoloji tiplərdən də qorunduğumuz zaman dolayısıyla peyvənd bizi uşaqlıq boynu xərçəngindən qorumuş olur. Bəli, və hal-hazırda Azərbaycanda çoxdur bu statistik göstəricilərdə uşaqlıq boynu xərçəngindən əziyyət çəkən xanımlar, həyatını itirən xanımlar, təbii ki, müalicə olunanlar da var, ümidlərini itirməsinlər. İndi ola bilər bu diaqnozdan bizi izləyən insanlar var hal-hazırda, amma ən gözəli ailə qurmazdan öncə hər iki tərəfin vaxtında doğru, dürüst həm qan analizləri, həm dediyiniz müayinələrin olunmasıdır. Ona görə bəzən çəkinirlər, qarşı tərəfə bunu söyləməyə, belə deyim də, deyə bilmirlər bunu, özlərini günahkar hesab edirlər. Amma çox normal, çox əslində gələcək üçün, yəni öz xanımını qorumaq üçün, gələcəkdə məsələn bu xanımlar, papilomalı xanımlar təbii doğuşla dünyaya uşaq gətirdikləri zaman uşaqların ağzında, üzündə belə 2-3 ay doğuşdan sonra papilomalar yarana bilir. Niyə bu risklərə gedək ki? Vaxtında tədbiri görmək lazımdır. Məsələn, mənim planımda çox istəyərəm ki, gələcəkdə yəni buna nail olum ki, dövlət hesabına qadınlarımıza bu peyvənd olunsun. İnşallah. Peyvəndin yəni qiyməti ola bilər, məsələn, maddi cəhətdən xəstələrin imkanı çatmaya bilər və yaxud da maariflənmiş olmaya bilərlər. Amma dövlət hesabına olduğu zaman, məsələn, belə ölkələr var, papilomaya görə, yəni peyvəndin aparılması, yəni hansı ki, mütləq şəkildə aparılır, zəng vurulur ki, məsələn, sizin peyvəndinizin vaxtıdır. Artıq bu xanımlar məlumatlı olsalar da, olmasalar da, onlar mütləq şəkildə peyvənd olunur və bu xanımlarda, bu həmin ölkələrdə uşaqlıq boynu xərçəngi statistikaya görə dəfələrlə bizim ölkədən aşağıdır. Bundan əvvəl maariflənmə işlərini gücləndirməli və bugündən elə bizim dəyərli uşaq ginekoloqumuz Xəyalə xanımla Sağlam Günay proqramında buna başladıq. Bu maariflənmə işlərini, məlumatlandırma işlərini aparmalıyıq ki, insanlar bu peyvənddən qorxmasınlar. Çünki çox təəssüf ki, bir çox ailələrdə peyvəndlərə qarşı bir qorxu var. Bəli, var, amma mən sizi inandırıram ki, o qədər, yəni artıq kifayət qədər, yəni bu peyvəndi etmişik xanımlarımızda, yəni qız uşaqlarında da etmişik və xüsusən də ailə qurmazdan öncə daha məsləhətdir. Heç bir yan təsiri olmayan peyvənddə, məsələn, elə peyvəndlər var ki, müəyyən temperatura falan bəzi əlamətlər verir. Yəni bu peyvənddə şükürlər olsun ki, indiyə qədər rastlaşmamışıq və kifayət qədər bir, belə deyək, siyahımız var ki, bu peyvəndi etmişik və
çox rahat şəkildə edirik ki, arxayınıq ki, yəni bir yan təsirimiz olmayacaq deyə. Doktor, bax hal-hazırda buradasınız və bu sualı sizə verməsəm mümkün deyil. Bax, hər gün onlarla, yüzlərlə qız uşaqları qəbulunuza gəlir və artıq hər yaş qrupundan olan uşaqlar sizə müraciət edirlər. Təbii ki, valideynləri gətirir. Ən çox rast gəlinən ginekoloji xəstəliklər praktikanızda hansılardır? Məhz qız uşaqlarında görünən. Məsələn, ən çox körpələri sinikya ilə müraciət edirlər, körpələrdə. Sinikya nədir desək, bu aralıq nahiyəsində bitişmələrdir. Bu da nədən baş verir? Gigiyenik qaydalara... Bu artıq ana bətnində mi baş verir, yoxsa daha sonra, doğuşdan sonra yaranır. Məsələn, həddindən çox uşağa hər dəfəsində, hər sidiyə getdiyi zaman, yuduqları zaman selikli qışa aşılanır. Selikli qışa aşılandığı üçün orada müəyyən qədər bitişmələr də yaranır sonra. Bu bitişmələr bir günə mi yaranır? Xeyr. Mən həmişə analara bu haqda deyirəm. Məsələn, elə uşaq olub gətiriblər, biz bu sinikyan aradan qaldırmışıq. Əlbəttə, erkən dönəmində kremlər vasitəsilə aça bilirik. Tərkibi, yəni hormonal olaraq estrogen tərkibdə geylərlə. Bir ay istifadə edirik, açılır. Amma biraz gecikmiş mərhələdə gətirirlər. Anaların özü belə bilmir də ki, bu nədir? Gətirir ki, məsələn, mən belə bir şey görürəm, elə bilirəm ki, o biri qızımdan fərqlidir bu uşaqda. Yəni, tam olaraq bilmirəm nədir, anlaya bilmirlər. Aralıq nahiyəsində bitişmədir. Belə uşaqları, məsələn, belə müraciət edənlərdən olub ki, uşaq sidiyə gedə bilmir. Uşaq sidiyə getdiyi zaman xüsusi vəziyyətlər alır, məcburi vəziyyətlər alır ki, sidiyə gedə bilsin. Ağrı hissi, qışqırır, ağlayır, ağrır. Yəni, sidiyə ifrazı zamanı uşaqda bir diskomfort yaşanır və görünür. Bu zaman artıq təsəvvür edin ki, aralıq o qədər bitişmə, yəni o qədər tam olaraq bitişmə olur ki, sidiyə getməsi üçün belə, yəni belə deyim ki, problem yaşanmış olur. Müalicəsi necə olur, doktor, bunun? İlkin olaraq, yenə deyirəm, erkən dönəmdə kremlərdən istifadə edirik. Amma gecikmiş mərhələdə müraciət olunursa, iti və küt üsullarla, yəni bu problemi çözürük. Erkən dönəmlərdə çox kiçik olduğu zaman heç anesteziya ehtiyacı olmur. Zaten uşaqlara iynə vurulduğu zaman ağlayır deyə, yəni bu da bir neçə saniyəlik belə problemi çözürük, aradan qaldırır. Amma belə deyim, daha böyük bitişmədirsə, bu zaman yüngül sedasiya ilə 5-10 dəqiqəlik, yəni sedasiya ilə problemi çözürük iti üsulla. Və həmən də xəstəni evə göndəririk. Yəni, problem kökündən həll olur artıq. Amma təkrarlanmasın deyə anaları müəyyən qədər maarifləndirir ki, yuyulub, yəni silindiyi zaman necə baxılmalıdır. Yəni, bu bitişmə bir günə yaranmayıb. Siz onu önəmsəməmişsiniz. Bu xırda-xırda o bitişmə gedib. Birinci nazik belə qlaf şəklində olur, sonradan qalınlaşır. Yəni, valideynlər daha xüsusən də gənc analara buradan səslənirik ki, yox, əgər belə deyim də, biraz bilgisizsizsə, o zaman mütəxəssislərə müraciət edə bilərsiniz. Doktorumuz məsləhətlərini sizdən əsirgəməyəcək. Hal-hazırda doktorun əlaqə nömrəsini istəyənlər üçün qeyd edirəm. 055 766 33 30 və bir daha qeyd edim. Uşaq ginekologu, cərrah, mama ginekoloq, Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradıcısı Xəyalə İsmailova bizlə bərabərdir və bu mərkəz Mediland Hospitalın nəzdində fəaliyyət göstərir. Məhz Xəyalə xanım onu yaradıb və gördüyünüz kimi 0-18 yaşlı qızlarımız ora müraciət eləyə bilərlər. Əziz valideynlər, vaxtında qızlarınızın sağlamlığını qorumaqdan ötürü bu cür mərkəzlərə müraciət eləyə bilərsiniz və bir Azərbaycanda bir ilkdir. Mərkəzlər də dedim, amma Azərbaycanda bir ilkdir Xəyalə xanımın başçılığı ilə. Və mən verilişimizin bu hissəsində xüsusi sponsorumuz Carrega brendi haqqında danışmaq istəyirəm. Carrega ekstra güc məhsullarının yeni premium xəttini təqdim edir. Protezlərinizi gün ərzində etibarlı şəkildə saxlamaq üçün Carrega Maximum Hold Plus Fit Krem istifadə edin. Protezinizi effektiv təmizləmək üçün Carrega Maximum təmizləmə tabletlərindən istifadə edə bilərsiniz. 2 dəfə daha çox təmizləyici hissəciklər. Carrega gündəlik istifadə edilməli olan protezlərə qulluq üçün vacib məhsuldur. Carrega ilə inamla yeyin, danışın və gülümsəyin. Üzünüz hər zaman gülsün. Bizim də söhbətimiz davam edəcək. Bugün uşaq ginekologiyasından danışırıq və daha çox qızlarımızda rast gəlinən ginekoloji xəstəliklərdən, onların qadın sağlamlığını necə qorumaq olar, bu mövzuda danışırıq və Xəyalə xanımın məsləhətləri də olacaq, amma qısa aradan sonra diqqətiniz bizdə olsun. Həyatın ritmini qorumaq üçün sağlam olmaq lazımdır. Onsuz heç bir zirvə qalıcı deyil. Sağlamlığımız üçün Sağlam Günayı izləyəcəksiniz. Dəyərli həkimlərimizlə bərabər sağlamlığınızı qorumaq üçün bu həftədə sizinlə bərabərik. Tibbi
biliklərlə sizə daha yaxın olmağa çalışırıq. Elə bu yolda hər gün həkimlərlə bərabər sağlığımızı qorumaq üçün Sağlam Gün Ay olaraq qarşınızdayıq. Sağlam olmaq istəyirsinizsə, o zaman doğru ünvandasınız. Haqqında danışmaq istəyirəm. Carrega ekstra güc məhsullarının yeni premium xəttini təqdim edir. Protezlərinizi gün ərzində etibarlı şəkildə saxlamaq üçün Carrega Maximum Hold Plus Fit Krem istifadə edin. Protezinizi effektiv təmizləmək üçün Carrega Maximum təmizləmə tabletlərindən istifadə edə bilərsiniz. 2 dəfə daha çox təmizləyici hissəciklər. Carrega gündəlik istifadə edilməli olan protezlərə qulluq üçün vacib məhsuldur. Carrega ilə inamla yeyin, danışın və gülümsəyin. Üzünüz hər zaman gülsün. Bizim də söhbətimiz davam edəcək. Bugün uşaq ginekologiyasından danışırıq və daha çox qızlarımızda rast gəlinən ginekoloji xəstəliklərdən, onların qadın sağlamlığını necə qorumaq olar, bu mövzuda danışırıq və Xəyalə xanımın məsləhətləri də olacaq, amma qısa aradan sonra diqqətiniz bizdə olsun. Həyatın ritmini qorumaq üçün sağlam olmaq lazımdır. Onsuz heç bir zirvə qalıcı deyil. Sağlamlığımız üçün Sağlam Gün Ayı izləyəcəksiniz. Dəyərli həkimlərimizlə bərabər sağlamlığınızı qorumaq üçün bu həftədə sizinlə bərabərik. Tibbi biliklərlə sizə daha yaxın olmağa çalışırıq. Elə bu yolda hər gün həkimlərlə bərabər sağlığımızı qorumaq üçün Sağlam Gün Ay olaraq qarşınızdayıq. Sağlam olmaq istəyirsinizsə, o zaman doğru ünvandasınız. Sağlamlığını düşünməyən insan gələcəyini düşünmür. Gəlin elə bugündən öz sağlamlığımızı düşünək ki, gələcəyimiz də xeyirli, parlaq və sağlıqlı olsun. Sağlamlığınızı qorumaq üçün Sağlam Gün Ayı izləməkdə fayda var. Gününüz, ayınız sağlam olsun. Gününüz, ayınız sağlam olsun. Elə dediyim kimi davam eləyirik. Canlı qarşınızdayıq. Qaynar xəttimiz suallarla dolub. Bir daha xatırladıram. Qaynar xəttimiz 055-254-01-06 və hal-hazırda TikTok üzərindən də bizi yüzlərlə insan izləyir. TikTokumuzu necə tapa bilərsiniz? Canlı yayımımızdan necə sual ünvanlaya bilərsiniz deyəcəksinizsə, o zaman axtarış yerinə Günay Zaur və yaxud Günay Qələndərli deyə yazın. Canlı yayımımız qarşınıza çıxacaq və elə orada canlı suallarınızı birbaşa doktorlarımıza ünvanlaya bilərsiniz. Və yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Qeyd edim, hal-hazırda studiyamızın dəyərli həkim qonağı, uşaq psixoloqu, cərrah mama ginekoloq Xəyalə xanımdır. Xəyalə İsmailova bizlə bərabərdir. Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradıcısı. Bir daha xoş gördük sizi Xəyalə xanım. Əhval-ruhiyyə necədir? İlk dəfədir ki, studiyamızdasınız. Bax, çox milyonlu ATV izləyicilərinə, Sağlam Gün Ay izləyicilərinə buradan səslənmə imkanınız var və mən çox sevinirəm ki, bu maariflənmə işində bu cür mütəxəssislər bizlə bərabərdirlər. Xəyalə xanım dediyim kimi ilk uşaq ginekoloqlarından biridir və Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradıcısıdır. Təhsil və ixtisaslaşması haqqında bayaq məlumat verdim. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə işi profilaktikasını çox fərqlənmə diplomu ilə bitirib, daim öz üzərində çalışan, daim konferanslarda çıxış edən, daim ixtisaslaşan bir həkimimizdir və valideynlər öz qız övladlarının sağlamlığını məhz ona etibar edirlər. Çünki bildiyimiz kimi uşaq ginekologiyası 0-18 yaş qrupunda olan qızlarımızın müayinəsi və müalicəsi ilə məşğuldur və hər bir ana, hər bir ata istəyər ki, onun övladı sağlam olsun. Amma ginekologiya deyəndə nədənsə hər zaman hər kəsin beyninə böyüklər gəlir və biz istəyirik ki, çox zaman böyüklər nəzərdə tutur, amma bugün söhbətimiz sırf qız uşaqlarından olacaq. Nə vaxtdan etibarən onları müayinə etmək
lazımdır? Hər hansı bir şikayət olarsa müraciət edək, yoxsa şikayətsiz də müraciət etməliyik? Elə gəlin elə indi bu sualı cavablandıraq Xəyali xanım. Buyurun. Əslində qızlarda belə deyək, yeni doğulmuşlardan götürsək nə şikayətlər ola bilər? Yeni doğulmuşlarda doğumdan 1-2 həftə sonrasında qanlı axıntı ola bilir. Uşaqlarda hətta pampers açanda bir qanı gördüyü zaman valideynlər çox qorxur. Bəli. Bu süd vasitəsilə, yəni belə deyim, südəmər uşaqlarda ananın hormonlarının süd vasitəsilə keçməsindən dolayı olur və 2-3 həftə ərzində, yəni normaya gəlir özü. Yəni bu kimi əlamət ola bilir. 3-4 yaşlara qədər sinekiyalarla dediyimiz kimi bitişmələrlə müraciət eləyə bilirlər ki, bu qızlar sidiyə gedə bilmir, aralıq nahiyəsində bir diskomfort hissi olunur. Yəni analar orada bir qeyri-adi bir, belə deyək ki, o bitişmələri hiss eləyirlər və həkimə müraciət eləyirlər. Şikayət olaraq məsələn 6-7 yaşlarda tüklənməklə erkən cinsi inkişaf dediyimiz, yəni vaxtından qabaq, yəni ikincili cinsi əlamətlərin 8 yaşdan tez yaranması, tüklənmənin, məsələn, burada aiddir. Uşaqlarda süd vəzlərinin inkişafı 8 yaşa qədər olursa, bu artıq norma deyil. 9 yaşa qədər menarxinin olması, yəni ilk adətin olması, bu normal hal deyil. Yəni 9 yaşına kimi baş verirsə, artıq bu normal deyil. Bu normal deyil, bəli. Biz normal 12-13 yaşdır, amma dünya üzrə belə deyək ki, Dünya Səhiyyə Təşkilatının verdiyi o protokollara görə artıq müəyyən bir normativlər var ki, 9 yaşdan sonra olanda belə hətta norma götürürük, amma 9 yaşa qədər adət olubsa, bu norma deyil, mütləq həkimə müraciət olunmalıdır. Və yaxud da qızların 14 yaşı var, ikincili cinsi əlamətlərin, yəni süd vəzlərinin inkişafıdır, tüklənmədir, qol altı nahiyəsində falan. Yəni bunların heç birinin olmaması bu normal hal deyil. Qızların 15-16 yaşları var, adət hələ başlamayıb, bu normal hal deyil. Yəni bu əlamətləri deyirəm ki, yəni bu şikayətlər olduğu zaman gözləmək lazım deyil ki, gözləyək, məsələn, 1-2 il keçsin. Mənə müraciət edən, məsələn, belə deyim, qadın olub ki, ailə qurandan sonra ailə qurub gəlib ki, mən hamilə qalmıram, doktor mənə kömək eləyin. Mən soruşduğum zaman adətiniz necə olur? Deyir, ümumiyyətlə adət görməmişəm mən. Yəni biz bu xanımdan necə yəni hamilə olmağı gözləyə bilərik ki? Bu qız anaları necə düşünməyib ki, bunu, yəni xanım adət görmürsə, qız adət görmürsə, bunun reproduktiv funksiyasında pozğunluq var deməkdir. Doktor, hamısı məlumatsızlıqdandır, inanın mənə. Vaxtında məlumat alsalar, vaxtında da həkimə müraciət edərdilər. Bəlkə nəsə etmək olardı, amma gəlib elə gecikdirilmiş vəziyyətdə artıq həkimə müraciət edirlər ki, həkim o halda neynəsin? Həm həkimin işini çətinləşdirirlər, həm öz həyatlarını çətinləşdirirlər. Məsələn, bu əlamətlər varsa və yaxud da ki, regular adət olmur, məsələn, açıqlıq qanamalar olur, normal deyil. Qızlar menarxi oldu, ilk adəti başladı, 2 il ərzində gözləyirik, 2 il ərzində gözləmə dönəmimizdir. Normaya gəlirsə nə gözəl, orqanizm özü tənzimləyir. Yox, əgər bu adaptasiya dövrünü normal keçmirsə və qızlarda yəni açıqlıq qanamalar olursa, adət düzənsizliyi olursa, bu zaman mütləq müalicə olunub adət normaya gətirilməlidir. Məsələn, qızlar bəzən ailə qurandan sonra müraciət olunan, yenə gətirirəm ora ki, bunlar hamısı gələcəkdə bizim sonsuzluq problemimizin qarşısını almaq üçündür. Məsələn, gəlib 27-28 yaşlarda hamilə qalır və qalan kimi də yəni düşüklərlə nəticələnir. Nədir problem? Müayinə edirik, uşaqlığın kiçik olması, infantil uşaqlıq. Bəzən heç hamilə qala bilmir, belə deyim. Uşaqlığın ölçüsünün kiçik olması, artıq yəni uşaqlığın ölçünün kiçik olması, yəni hamiləliyi sona qədər çatdıra bilmir. Bu problemlə, yəni qız uşaqlarında heç bir şikayət vermir. Adəti düzənli ola bilər, heç bir şikayət vermir. Yəni əlavə bir əlamət görünmür. Heç bir əlamət görünmür. Amma biz onları rutin müayinə eləsək, heç bir şikayət olmadan, məsələn 14-15 yaşlarında bir müayinə etsək, biz o zaman görəcəyik ki, artıq uşaqlığın ölçüləri normadan geri qalır. Deyə bilərsiniz, nə edə bilərik? Bəli, bu halda nəsə etmək olar? 18 yaşa qədər cinsi inkişaf dövrü keçirik. Cinsi inkişaf dövründə biz uşaqlığın ölçüsünə təsir edə bilirik. Yəni biz orada hormonal müalicələr də apara bilirik, fizioterapevtik müalicələr də apara bilirik ki, yəni biz onu süni şəkildə, belə deyim, yardımcı olaq, yumurtalıqların funksiyalarına yardımcı olub, yəni uşaqlığı böyüdək. Baxın, siz o qızın gələcək həyatını artıq xilas etmiş olacaqsınız. Çünki hər bir xanımın müəyyən bir yaş qrupundan sonra bir ana olmaq arzusu var və o arzuya çatmaq üçün də sonra xanımlar o qədər, bax indi hal-hazırda bizi izləyən xanımların arasında o qədər ana olmaq arzusu ilə alışıb yanan xanımlar var. Bəlkə də onları vaxtında bir ginekoloq müayinəsinə aparsaydılar, çox elementar bir toxunuşla, elementar bir yanaşma ilə kiçik bir problemi aradan qaldırır.
Məsələn, belə deyim də, gələcəkdə sonsuzluq yaradacaq səbəblər nədir? Uşaqlığın ölçüsünün kiçik olması, boruların bağlı olması, yumurtalıqların fəaliyyət pozğunluğu, hiperprolaktinemiya qız uşağı ikən başlaya bilir. Bu, qalxana bənzər vəznin hipofunksiyası nəticəsində yarana bilir. Dolayısıyla hamısı boruların bağlı olması. Qızlar, məsələn, vulvovaginit dediyimiz kimi keçirib, iltihabı xəstəliyi var. Müalicə olunmursa, qalxan infeksiya borulara qədər qalxır, boruları bağlayır və beləliklə borular keçməməzliyi. Boru keçməməzliyi varsa, bu xəstələri biz süni mayalanmaya göndəririk. Uşaqlığın ölçüsünün kiçik olması hər zaman normal nəticə vermir və yaxud da sonsuzluğu yaradacaq səbəb yumurtalıq faktorudirsa, anovulator sıkıldırsa, biz buna gecikmiş mərhələdə olduğu zaman əməliyyat edirik. Amma erkən dönəmlərdə müalicəyə tabi ola bilir. Yəni, bunların dolayısıyla sonsuzluq probleminin həlli vaxtında qız uşaqlarının profilaktik müayinələri, yəni gələcəyin problemlərini çözür. Və mən inanıram ki, yaxın gələcəkdə, yəni biz bunu Azərbaycanda çalışırıq buna ki, bizim hər klinikamızda, necə ki Rusiyada, məsələn Çexiyada, artıq bütün klinikalarda uşaq ginekoloji ixtisası, əlavə bir ixtisas bir həkim əyləşir və bu cür yayğın olması, yəni burada sonsuzluqdan əziyyət çəkən xəstələrinin sayının azalmasına nəticələnir. Mən çox ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanda da biz bu problemi çözəcəyik. İnşallah. Erkən müayinə can qurtarır, sözün əsl mənasında. Ona görə əziz analar, xüsusən də mən buradan qız analarına səslənirəm, dönə-dönə. İnanın ki, bu proqram, bizim Sağlam Günay proqramı oktyabr ayından yayımlanır və yayımlandığı elə ilk günlərdən çox şükür ki, ən baxılan, ən baxımlı, ən reytinqli tibbi proqram adını qazandı tamaşaçılarımızın sayəsində. Mən demək olar ki, hər gün bu sözü söyləyirəm ki, qız övladlarınızı bir müayinə etdirin. Çünki bəzən valideynlər bayaq da qeyd elədim bunu. Kim nə deyər, qonşu nə deyər, ay qohum bilər ki, mən uşağımı ginekoloq aparmışam 13-15 yaşında. Deyər ki, bunun nə problemi var ki, bu onu aparır. Sabah mənim qızımın qapısını döyən olmaz. Amma siz düşünün ki, qızınız sabah ailə quracaq və onun sağlamlığında yaranacaq problemlərin qarşısını məhz siz ala bilərsiniz. Vaxtında doğru mütəxəssisə müraciət etməklə. Ona görə əziz analar, sizdən bir ricam olacaq. Çox xahiş edirəm. Vaxtında qız övladlarınızı bir müayinədən keçirin. Elə içi mən qarışıq, mən də bir valideynəm. Mən də elə öz övladımı aparacam bizim dəyərli Xəyalə xanımın yanına müayinəyə. Çünki vaxtında müayinə olunmaq artıq bir çox problemlərin, xəstəliklərin qarşısını almaq deməkdir. Biz də bir nümunəyik, bir nümunə olmalıyıq bizim izləyicilərimizə. Hal-hazırda çox sayda suallar gəlib. Doktor, icazənizlə mən qaynar xəttimizdə gələn sualları səsləndirim. 4292 nömrəli abunəçi yazır. Salam Günay xanım, doktorumuzu da salamlayıram. Mənim qızımın 5 yaşı var. Cinsiyyət orqanında qaşıntı var. 3 ildir belədir. Müalicə aldıq, sağalmadı. Baxıram, yığıntı olur, kəsməyə bənzər. Bu nədən ola bilər? Mən bir ana kimi çox narahatam. Xahiş eləyirəm, həkim bu haqda məlumat verərdi. Deməli 5 yaş. 5 yaşı var. Və 3 ildir ki, bu problem var. Kəsməyə bənzər axıntı adətən kandida mənşəli olur, yəni göbələk mənşəli ola bilir. Amma yenə də biz burada yəni riskə gedə bilmərik. Mütləq şəkildə vulvadan yaxma və əkilmə analizi götürəcəyik və analara da hər zaman, yəni qəbula yazılan valideynlərə də deyirik, qız uşaqlarını müayinəyə gətirdikləri zaman, yəni bir gün ərzində yumamaları gərəkir və sidiyə gedəndən sonra yox, yəni ifrazından öncədən müayinə eləməliyik ki, yəni sidik də o axıntını yuyub apara bilir. Yəni biz müayinə analiz götürdüyümüz zaman düzgün nəticə əldə eləməliyik ki, düzgün də müalicə taktikası seçək və əkilmə bizə həssas, yəni həm törədicini göstərir, həm də həssas qrupu ki, hansı qrupla biz müalicə edə bilərik ki, problemi tam, yəni kökündən çözə bilək. Və 4292 nömrəli abunəçiyə buradan səslənirəm. Bir müayinəyə ehtiyac var. Apara bilərsiniz bizim uşaq ginekoloqumuz Xəyalə xanımın yanına. Və daha bir sualımız var burada. Yazır, mənim qızım 9 yaşındadır, amma bəzən alt paltarı ləkələnir. Bu normaldırmı, yoxsa həkimə getmək üçün bir işarədir? Belə deyək, 9 yaşlarında artıq ikincili cinsi əlamətlər yaranır. İkincili cinsi əlamətlərdən biri də məsələyə bənzər ara-sıra ifrazatın olmasıdır. Bu normaldır. Əgər burada belə deyək, iyili, qoxulu və rəngli deyilsə, şəffaf ara-sıra axıntılar olursa 9 yaşda bu normaldır. Bu artıq ikincili cinsi əlamətlərin yaranmasını göstərir. Çox güman ki, qızda artıq süd vəzlərdə də bir inkişaf gedir. İkincili cinsi əlamət olaraq tüklənmə də yaranır. Bu normal haldır. Və hal-hazırda bir yazan izləyicimiz də var. Deyir ki, doktorun yanına aparmaq istəyirəm qızımı. Qız uşağı üçün hansı yaşdan ginekoloq müayinəsi tövsiyə olunur?
belə deyək, problem varsa, elə yəni uşaqlıqdan gətirilir. Yox, heç bir problem yoxdursa, sadəcə rutin müayinədən keçiriksə ki, baxaq, biz daha anamnez toplayaq, daha detal müayinə edək ki, altda yatan bir problem varmı, yoxmu deyə 14-15 yaşlardır. Doktor, bir də anadan gəlmə ginekoloji problemləri yazanlar var və söyləyirlər ki, genetik olaraq bu ginekoloji problemlər bizim qız övladlarımıza keçə bilərmi? Bu haqda nə deyə bilərsiniz? Bu haqda yaxşı vurğuladınız, onu da deyim qısaca olaraq. Yəni, uşaqlarla, yəni valideynlərin yatağı bir olmamalıdır. Məsələn, mənim yanıma bir neçə dəfə yəni bu problemlə üzləşmişəm, gətiriblər uşaqlar. Çox önəmli bir məqama geyimlərini bir yerdə yuyulub, məsələn, bir yataq paylaşmaları ana ilə övladı, yəni papillomalara gətirir, çıxardır. Hətta cinsel infeksiyalar belə bəzən yəni keçə bilir. Yəni yataq vasitəsilə, bəli, yataq vasitəsilə ola bilir. Geyimlərin bir yerdə yuyulması da bu problemi yarada bilir. Məsələn, mənim praktikamda olub ki, məsələn, 2 yaşında uşaq papilloma və biz genetik müayinəsini belə eləmişik, yüksək onkoloji tip, anada olub, yəni keçib. Bilirsiniz ki, papilloma virusun, yəni müalicəsi yoxdur. Papilloma virusa görə peyvənd onun üçün edirik ki, buna yoluxmayaq. Yoluxuruqsa, bu virus müalicə olunmur, orqanizmdə yaşayır, sadəcə olaraq immun sistem düşdüyü zaman qalxır və öz fəsadlarını verir. Və buna görə də biraz bu gigiyenik qaydalara düzgün riayət eləməliyik. Yuyulma vasitəsi, məsələn, uşaqları yuyduğu zaman arxadan önə yox, öndən arxaya yuyulmalıdır. Hər sidik ifrazı zamanı su vasitəsilə yuymaq düzgün deyil. Nə üçün? Məsələn, valideynlər deyir, mən çox titizəm, sevmirəm. Məsələn, hər dəfəsində yuyuram. Əslində bu titizliyinizlə övladınızın sağlamlığını yox edirsiniz. Bəli, mütləq şəkildə. Nə üçün? Deyim sizə. Məsələn, ağız boşluğudur, bağırsaqdır, hər birinin bir florası var. Normada müəyyən bir ortamda bakteriyalar yaşayır ki, bu ortamı qoruyur. Mən həmişə deyirəm ki, xanımlara, siz bunu hər dəfəsində yumaqla, elə bil ki, vulvanın, yəni xarici cinsiyyət üzvünün qoruyucu bakteriyalarını yuyub aparırsınız. Və ona görə də ətrafdan kiçik bir, yəni, belə deyək ki, bir soyuqlama, yüngül bir infeksiya həmən yoluxmuş olur. Amma halbuki vulvanın öz bakteriyaları ki var, qoruyucu. Müəyyən bir bakteriya gəldiyi zaman onlar qoruyucu olaraq həmin o gələn bakteriyanı məhv eləyir. Yəni orqanizm, Allah insan orqanizmini elə yaradıb ki, mükəmməl yaradıb. Yəni çox belə deyim ki, hələ heç bir inkişaf, heç bir texnika, heç bir, yəni hələ ora çata bilmirik biz. Yəni o qədər düşünülmüş şəkildə hər bir, yəni bakteriyanın, orqanizmdə yaşayan bakteriyanın belə hamısının öz funksiyası var. Ona görə kənar müdaxilə, maksimum kənar müdaxilədən, maksimum medikamentoz dərmanları belə məcbur olduğumuz dönəmdə eləyirik. Yəni, əlavə müdaxilələr, bu deyilib ki, bu xeyirdir, mənə deyilib, bunu etməliyəm. Profilaktik olaraq bunu edin. Yəni, buna ehtiyac yoxdur. Düzgün qidalanma, düzgün yuxu rejimi, yəni bütün problemlərin qarşısını alır və stressdən uzaq əlbəttə ki. Bəli, bax, hal-hazırda yazan valideynlər var. Əgər ailədə belə hallar varsa, artıq nəzarət olunmalıdır. Mən həmin o genetik xəstəliklərlə də bağlı bunu söyləyirəm. Və izləyicilərimiz təşəkkür edirlər ki, doktor elə bizim suallarımızı cavablandırır. Yazır, çox sağ olun Günay xanım, həkim də sağ olsun ki, cavablandırdı. Aparacam həkimimizin yanına. Mütləq, bayaq bizim 4292 nömrəli oxuduğumuz sualı yazan valideynimiz idi yazan. Və bir də bu ilk menstruasiya dövrü, ilk aybaşı dövrü ilə bağlı yazan valideynlər var ki, bu hansı yaş qrupunda olmalıdır, nələrə diqqət edək. Mümkünsə, həkimimiz bu barədə danışardı və qızlara necə yanaşmalıdır valideynlər? Bu barədə məlumat verməlidirlərmi əvvəlcədən? Yəni, yoxsa hələ tezdir? Əslində, məlumat verilməlidir 8-9 yaşdan. Artıq qızlar məlumatlı olmalıdırlar. Nə üçün? Çünki ola bilər ki, məsələn, məktəbdə ola bilər, belə bir iş başına gələ bilər, uşaq stressə düşə bilər, məlumatlı olmadığı üçün qorxa bilər. Uşaqdır, bəlkə elə norma 12-13 yaş deyirik, bəlkə gəlir 9 yaşda olur, məsələn. Ən azından məlumatlı olmalıdır ki, valideyn belə bir şey deyib, bu normadır. Sadəcə bu olduğu zaman valideynindən xəbər verməlidir ki, kömək eləsin. Bunu qızlar bilməlidir ki, yəni bu fiziolojidir, gələcəkdə bu qızlar ana olacaqlar, yəni inkişaf dönəmlərinin bir, belə deyək, etapıdır. Və normamız dedik ki, 12-13 yaş. Bu, hər kəsdə belə olurmu? Yox. 80% hallarda bu belədir. Amma o 20% erkən də ola bilər və yaxud da heç olmayıb gecikə də bilər. Nə qədər gecikə bilər? Nə qədər geciksə biz onu norma kimi qəbul edirik? Məsələn, 15 yaşa qədər biz onu norma qəbul edirik gecikməyini. Bu da nə zaman?
Məsələn, əgər ikincili cinsi əlamətlər var, yaranıb, tutaq ki, tüklənməsi var, süd vəzi inkişaf eləyib, 5 il belə deyək, fasilə var və ikincili menarxiya başlamayıb, adət başlamayıb. 5 il böyük dönəmdir. Yəni, burada 2-3 il ərzində olmalıdır. Maksimum 5 ilə qədər gözləyə bilərik. Bu inkişafdan 5 il keçib və adət başlamayıbsa, artıq altda yatan bir səbəb var. Bu zaman mütləq müraciət olmalıdır və yaxud da 14 yaşı var, biz burada 15-ə qədər gözləmirik. Qızların 14 yaşı var və ikincili əlamətlərin heç biri yoxdur. Burada heç gözləməyin adı yoxdur. Yəni, ikinci əlamətlər deyəndə süd vəzlərinin... İkincili süd vəzi inkişafı və tüklənmə. Yəni, qoltuq altı tüklənməsi falan. Bunlar artıq, belə deyək, bir siqnaldır ki, yaxın 2-3 ildə bizdə adət başlayacaq. Yəni, bu əlamətlərdə 14 yaşda yoxdursa, yəni norması onun 8-9 yaşlardır. Yəni, ikincili əlamətlərin. Yox, bu əlamətlər 14 yaşda yoxdursa, artıq bu o deməkdir ki, bizim heç menarxiyadan, yəni ilk adətdən danışmağa yerimiz yoxdur. Biz hələ birinci bu ikincili əlamətləri tənzimləməliyik, müalicə edib onları yaratmalıyıq. Ondan sonra adət başlayacaq deyə. Doktor, daha bir, bax, indi hal-hazırda TikTok üzərindən canlı yayımıza yazan bir valideyn var. Yazır, salam Günay xanım, doktor da salamlayıram. Mənim qızım 5 yaşında erkən tüklənmə oldu, yəni erkən tüklənmədən əziyyət çəkdi. Həkimə apardım, dedi ki, bir hormonu artıqdır. Daha sonra məlumat yazmayıb, ya da ola bilər yazıb, mən görə bilmirəm. Belə bir sual gəldi. 5 yaşında tüklənmə, yenə deyirik, biri var, irsi olaraq bir konstitusional tipidir, tüklü formadadır. Bu başqa, bir yumuşaq tipli, məsələn, qolunda, ayağında tüklər var, bu buna aid deyil. Yox, biz dediyimiz kimi, məsələn, 5 yaşında qoltuq altında tüklənmə başlayırıbsə, bu normal deyil, əlbəttə ki, qasıqda tüklənmə başlayıbsa və yaxud da süd vəzlərdə böyümə başlayıbsa, bu zaman mütləq, əlbəttə ki, müayinə olunmalıdır. Biz, belə deyik, müayinə zamanı tək yəni, belə deyək, bu mərkəz olaraq kompleks şəkildə işləyirik. Burada nədir? Problemdə ehtiyac varsa uşaq endokrinoloquna müraciət edirik. Mütləq radioloq həkimlərimiz, yəni ultrason müayinələrimiz aparılır. Laborator müayinələrdən keçirik. Ehtiyac olursa MRT, MR müayinələrimiz keçir. Yəni, bunu kompleks şəkildə yanaşmamız olur və mərkəz olaraq, məsələn, erkən dönəmdə bu cür tüklənməsi olan xəstələrdə yanaşı digər endokrin vəzlərin də müayinəsini aparırıq. Bu zaman mütləq uşaq endokrinoloquna da müraciət edirik ki, daha detal müayinə edirik. Çünki, belə deyim, endokrin vəzləri bir-birinə sıx bağlıdır. Yəni, birində problem yaşanırsa, zəncirvari olaraq, bayaq sizə dediyim kimi, anambulator sıqıllarda, məsələn, hiperprolaktinemiya olur. Hiperprolaktinemiya nə zaman rastlanır? Bu, hipofiz vəzinin ifraz elədiyi bir funksiyadır. Yəni, onun hiperfunksiyası zamanı. Bəs hipofiz vəzi nə vaxt hiperfunksiyası olur? Bu, ola bilər qalxana bənzər vəzinin hipofunksiyasında. Bu zaman mütləq yanaşı olaraq endokrinoloqumuz bunu müalicə etməlidir. Hipofiz vəzinin adenomasında bu zaman yenə də endokrinoloq müayinəsinə ehtiyacımız var. Adenomanın ölçüsü 1 sm üzərindədirsə bu zaman adenomektomiya olunur, əməliyyat belə olunur. Yəni mikroadenomalar və makroadenomalar olunur. Yəni bu yanaşmalar fərqlidir, geniş profildir. Əslində çox sayılı xəstəlikləri var və sadəcə olaraq valideynlər bunu bilməlidir ki, müəyyən bir simptom, əlamət görürlərsə bunu göz ardı etməməlidirlər. Yəni, bunun üzərindən biz artıq anamnez toplayıb hansı böyrəküstü vəz mənşəli problemimiz var və yaxud da hipofiz vəzlə bağlıdırmı, qalxana bənzər vəzlə bağlıdırmı? Biz bu zaman daha belə deyək, detal araşdırma edib, etioloji səbəbini tapıb müalicələrimizə başlayırıq. Uşaq endokrinoloqu, radioloq, laborator həkimlər, yəni ümumi kompleks şəkildə bu problemi çözməyə çalışır. Çox gözəldir ki, bu mərkəz Azərbaycanda yaradılıb. Mən Xəyalə xanıma təşəkkür edirəm ki, bu təşəbbüslə çıxış eləyib. Çünki doğrudan da uşaq ginekologiya mərkəzinin Azərbaycanda çox böyük ehtiyac var idi və artıq neçə ildir fəaliyyət göstərirsiniz? 2017-ci ildən etibarən, yəni fəaliyyətimiz çoxdandır, amma sırf uşaq ginekologiyası ilə 2017-ci ildən etibarən. Sırf uşaq ginekologiya mərkəzinə müraciət etmək istəyənlər var, hal-hazırda bizə yazanlar var. İnanın, qaynar xəttimiz suallarla doludur. Mən çalışacağım sualları səsləndirim, amma istəyirəm doktorun əlaqə nömrəsini qeyd edim. Ola bilər, hər hansı bir sual gözümdən qaçar. Hal-hazırda TikTokdan bizi yüzlərlə insan izləyir. İnanın, işıqlar, bilmirəm hara baxım, amma suallar həddindən artıq çoxdur. Bizim doktorla əlaqə saxlaya bilərsiniz. Sizi narahat edən məqamları qeyd
qeyd eləyə bilərsiniz. Uşaq ginekoloqu, dəyərli Xəyalə xanım, cərrah mama ginekoloqumuzla əlaqə saxlamaq istəyənlər 055 766 33 30 nömrəsi hal-hazırda ekranlardadır. Doktorun Instagram səhifəsinə də keçid alıb baxa bilərsiniz. Ginekoloq altdan xətt İsmailova, altdan xətt Xəyalə və peşəkar fəaliyyətinə 2005-ci ildən başlayıb müxtəlif klinikalarda çalışıb, mama ginekoloq kimi fəaliyyət göstərir. Hal-hazırda Medilent Hospitalda uşaq ginekologiyası mərkəzində fəaliyyət göstərir və Türkiyədə keçirilən bir beynəlxalq ginekoloji konfransda Azərbaycanı təmsil etdiniz. Speaker kimi uşaq ginekologiyası üzrə çıxış etdiniz. Mən istəyərdim elə həmin bax görüntüləri hal-hazırda ekranda görürük. Bu barədə də qısa olaraq məlumat verərdiniz. Əslində bu çox maraqlı, yəni maraqla qarşılandı Türkiyədə də. Çünki Türkiyənin özündə belə uşaq ginekologiyası ayrı ixtisas olaraq tanınmır. Yəni bu yenə deyirəm Çexiyada, Rusiyada bu daha çox yəni belə deyim xüsusi ayrı ixtisas olaraq yəni bu həkimlər fəaliyyət göstərir. Çox maraqla qarşılandı. Yəni bu barədə yəni öz fikirlərimizlə, kolleqalarımızla da bölüşdük. Burada tək Türkiyədən yox, ümumi yəni Avropa, Asiya ölkələrindən iştirak edən, yəni ölkələrin nümayəndələri, yəni ginekoloq həkimlər iştirak eləyirdi. Fikirlərimizi bölüşdük və növbəti belə deyək, yeni təkliflərimiz var. İnşallah yenə də iştirak edəcəyik və Azərbaycanın özündə də yəni mütəmadi olaraq konfranslarda bu barədə öz kolleqalarımızla paylaşırıq, bölüşürük. Çünki dəfələrlə olub ki, məsələn, müraciət edən xəstələr arasındakı biz ginekoloq həkimə apardıq, dedi ki, mən baxa bilmərəm, mən qorxuram, məsələn, qız uşağının müayinəsinə. Yəni, qorxmaq lazım deyil. Qız uşaqlarının müayinəsi, xüsusi qaydası var. Heç bir instrumentdən istifadə etməyərək, sadəcə baxış vasitəsilə bir çox problemləri belə görmək olur. Yəni, biz buna görə maarifləndirik həkimlərimizi belə ki, yəni qız uşaqlarında belə bir problemlə rastlaşdıqları zaman yəni göndərirlər, biz öz müayinəmizi edib, öz belə deyək ki, məsləhətimizi verib, müalicəmizi təyin eləyib, yenidən yəni doktorlara məlumat veririk. Yəni, doktor, mən bu çətin işdə sizə uğurlar arzulayıram və son olaraq, qısa olaraq istəyirəm buradan valideynlərə səslənəsiniz. Valideynlərə məsləhətim, yəni mən həmişə öz belə deyim, çıxışlarımda da bu haqda deyirəm, bir sloqanımız var. Qız uşaqlarının erkən müayinəsi analığın təminatıdır. Və ilk uşaq ginekologiyası mərkəzi yaratmağımızın səbəbi də məhz qızlarda rastlanan bu problemləri vaxtında aradan qaldırıb gələcəkdə ana olmalarını təmin etməkdir. Xəyalə xanım, mən sizə təşəkkür edirəm bir daha. Dəyərli uşaq ginekoloqu, cərrah mama ginekoloq Xəyalə İsmailova Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradıcısı bizlə bərabər idi. Dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün minnətdaram. Bilirəm, işləriniz çoxdur. Hal-hazırda yolunuzu gözləyən pasiyentlər çoxdur, amma buna baxmayaraq bugün Sağlam Gün Ayla ATV telekanalında apardığımız bu tibbi maarifləndirmə işində bizimlə bərabər oldunuz. Bir daha təşəkkür edirəm. Doktorla əlaqə saxlamaq istəyənlər, suallarını ünvanlamaq istəyənlər üçün qeyd edirəm 055 766 33 30 hal-hazırda ekranlarınızda da əlaqə nömrəsi şəklini çəkib götürüb qız övladlarınızı müayinəyə apara bilərsiniz. Vaxtında qız övladlarımızın sağlamlığının qeydinə qalaq ki, daha sonra onların sağlam ana olması üçün əlimizdən gələni edək. Qısa aradan sonra daha bir dəyərli mütəxəssisimizlə yenə çox maraqlı bir mövzuda söhbətimiz olacaq. Proqramımız canlı yayımlanır. Suallarınızı qaynar xəttimizə ünvanlaya bilərsiniz.